Hörmətli müdavinlər, abituriyentlər, sertifikasiya hazırlaşan müəllimlər. Növbəti dərsimiz bizim Moğol dövləti. Gəlin baxaq görək Moğol dövlətinə nələr biləcək. Moğol dövləti Dehli Sultanının süqutundan sonra yaranıbdır. 1526-cı ildə bildi ki, Panipat döyüşü baş verdi və Dehlinin sonuncu hökmdarı bu dövrdə İbrahim Lodi və Moğol Kabul hakimi Zahirəddin Babura məğlub oldu və nəticədə nə oldu? Dehli Sultanlığı süqut elədi. Deməli, 1526-cı il hansı döyüş? Panipat döyüşü. Dediyimiz kimi 16-cı əsrin əvvəlində Hindistan artıq dağınıq haldadır. Dehli Sultanlığı zəifləmişdi. Dehli mərkəzləşmiş dövlət deyil. Bunu yadında saxlayacaq, amma yaranan Moğol dövləti mərkəzləşmiş dövlətdir. Əmir Teymurun nəslindən olan Babur, bunu yadında saxladıq, 1526 Dehli Sultanı hücuma keçdi. Sonuncu Dehli hökmdarı İbrahim Lodiyə qalib gələrək Dehli Sultanı son qoyub. Deməli, Hindistanda yeni bir türk dövləti, hansı dövlət yarandı? Moğol dövləti yarandı. Moğol dövlətinin paytaxtı Agra şəhəri idi. Dehlinin paytaxtı isə Dehli və Diyojer şəhəri idi. Və Babur deməli, yeni bir dövlətin əsasını qoydu. Bunu yadımızda saxladıq. Bəli. Sonra baxaq buradan nəyə? Baxaq buradan Babur deməli, həm də deməli, Baburnaməsi, yəni öz əsər də yazmışdı və məsələn, Yuli Sezarın deyir, xatirələrindən deyir, fərqli olaraq bu daha səmimi və daha deyircidir. Yəni, o deyir, düşmənlərin deyir, burada müsbət xüsusiyyətlərini də deməli, bürüzə vermişdir. Həmçinin Babur bu 7-ci sinif ümumi tarix mövzusunun dərsi idi. İndi onun sinifi də deyəcəm sizə. Babur həm də deməli, cizyəni ləğv etmişdi, tolerant siyasət yeridirdi, İslamı zorla yaymırdı. Bunu yadda saxladıq və gəlin baxaq Əkbərə. Dehlinin, Moğolların ən qüdrətli hökmdarı Əkbərdir. 1556-1605. Və dedik, Moğol dövlətini imperiyaya çevirdi. Sonra o, dedik, bu dini dözümlü iqtidarda möhkəmləndirdi və deməli, bir sıra ərazilər ələ keçirdi. Amma məsələn, testimizdə sual düşür ki, Əkbər bütün Hindistanı tabi elədi, testimiz səhvdir. Məsələn, Dehlidə Hindistanın tabinin biri bu Əladdin Xələzlərdəndir. Moğollarda isə Əkbər yox, Əkbərin varisləri ələ keçirdi. Həmçinin Əkbər Baburun dövründən Osmanlı Səfəvi əlaqə qurulur və Babur da bunu davam etdirir. İlk dəfə yox, diqqətli olun. Osmanlı, Səfəvi, Özbək və Portuqaliya əlaqələri davam etdirir. Osmanlı Səfəvi ilə deməli Əkbər davam etdirdi. Baburun dövründən əlaqələr qurmuşdu. Bu həm də Özbək və Portuqaliya ilə əlaqələr qurdu. Bunu da yadımızda saxladıq. Bu 7-ci sinif deməli bu Moğol dövləti mövzusu. İndi gəlin baxaq 10-cu sinif görək Moğollarda biz nələr biləcəyik. Gəlin baxaq görək 10-cu sinifdən Moğollardan deməli baxacağımız deməli yerlərə. Moğol dövlətinə burada baxırıq. Yenə deyək dediyimiz kimi 16-cı əsrdə Hindistanda vahid dövlət yoxdur. Dehli zəifləyir. Sonuncu hökmdarın adını vermirdi. 7-ci sinifdə burada İbrahim Lodi verilir. İri feodallarla əyanlarla deyir mübarizəyə başlayır. Və iri feodallar da burada Kabul hakimi Zahirəddin Babura müraciət edir. Və o da deməli bu sultanın zorakılığına xilas etməni xahiş edirlər və 1526-cı il Panipat döyüşündə İbrahim Lodi məğlub edərək böyük Moğol dövlətinin əsası qoyulur. Paytaxt Agra şəhəri və deməli bu Babur dediyimiz kimi Baburnaməsini bildik. Moğol dövləti mərkəzləşmiş dövlətdir. Deməli hökmdar qeyri-məhdud hakimiyyətə malikdir. Və işğal olunan bütün torpaqlar dövlət deməli torpaq fonduna daxildir. Yəni mərkəzləşmiş dövlətdir. Və həmin bu dövlət torpaqları burada adlanır xalisə torpaqları. Bunu yadımıza saxladıq. Xalisədən isə cagir verilir, şəhər torpaq. Məsələn, Dehlidə şəhər torpaq iqtadır. İqta sahibləri zəmindardır. Burada isə şəhər torpaq cagirdir. Həmin torpaq sahibi cagirdardır. Aydındır. Moğollarda da zəmindar var. Zəmindarlıq var. Amma zəmindarlıq burada torpaq deyil, Hind knyazlarının deməli, belə deyil. Orada məsələn, Dehlidə iqta sahibi zəmindar şəxsdir. Moğolda isə zəmindarlıq torpaqdır, Moğolda. Hind knyazlarının iris torpağı, bunu da yadımızda saxlayaq. Deməli, dediyiniz kimi, Moğol Dehlidən fərqli olaraq İslamı zorla yaymayıbdır. Dövlətə tabi edilən, xərac verən Hind knyazlarının şəxs torpağı, bayaq dediyimiz kimi, Hind knyazlarının şəxs torpağı zəmindarlıq adlanırdı. Məsələn, burada sufi şeyxlərə, müsəlman ruhanilərinin irsən keçən torpağı və onlar vergiden azad edib soyurqa. Məsələn, soyurqa biz Ağqoyunda görmüşük, düzdür. Orada soyurqa Ağqoyunda hərbiçilərə verilir. Burada isə kimlərə verilir? Sufi şeyxlərə, müsəlman ruhanilərə. Amma fərqli, oxşar cəhət də var. Görürsünüz,
Burada da vergiden azad olunan torpaqdır. Ağqoyun, Qaraqoyunda da orada hərbiçilərə verilən bu torpaq, yəni torpaq sahibləri, hərbçilər vergiden azad. Amma fərqli cəhət. Moğollar şeyxlərə, sufi şeyxlərə, müsəlman ruhanilərə verir, Ağqoyunu, Qaraqoyunu hərbçilərə verir. Və soyurqal bilir ki, Səfəvidə də var. Amma Səfəvidə də soyurqal eynən Moğollarla eyni təşkil edir. Orada da ruhanilərə, şeyxlərə məhdud sayda verilir. Bunu bildik. Və dediyimiz kimi, Delhidən fərq quraq, Moğol hökmdarları İslamı zorla yaymayıb. Yəni bunu yadda saladıq. Delhidən fərq quraq, Moğol mərkəzləşmiş dövlətdir. Sonra baxaq. Bayaq dediyimiz kimi, Baburun dövründə cizyə ləğv edildi. Yəni can vergisi ləğv edildi. Bunu oxşar cəhət götürək, Qazanxan qopusunu can vergisini ləğv elədi. Və Dehlidən fərq olaraq artıq Moğollar Hindusları da yuxarı vəzifələrə gətirirdilər. Bunu da yadımızda saxladıq. Sonra baxaq buradan nəyə? Baxaq buradan Moğolların qızıl dövrü. Kimin dövrüdür? Moğolların qızıl dövrü Əkbərin dövrüdür. Əkbərin hakimiyyətləri 1556-1605. Dövlət imperiyaya çevirdi. Deməli, bu Hindusların dini etiqad, adətlə, hörmətlə yanaşdı və Əkbər ölkədə vahid qanunlar. Deməli, vahid ölçü çəki pul sistemi, vergi sistemi nizama saldı. Vahid qanunlar kim? Əkbər. Kimdən oxşayır? Səlcuqlarda Məlikə, vahid ölçü çəki pul sistemi. Kimdən? Sinşixandır, vahid ölçü çəki pul sistemi, vahid qanunlar. Məsələn, Qazanxan, vahid ölçü pul sistemi, vahid qanunlar. Bu dövrdə, məsələn, bu əhalidən yığılan məhsul vergilər 1/3 qədər alınırdı. Sonra baxaq burada vergini, məsələn, mərkəzi əyalətdə vergini pulla alırdılar. Onu yazırsan. Məsələn, Dehlidə də kim vergini pulla alırdı? Bu Əladdin Xələzin dövründə. Amma ümumiyyətlə bunlar hansı yerlərdə vergini pulla alırdılar? Əkbərin dövründə mərkəzi vilayətlərdə. Və bazar münasibətləri sürətli inkişaf edir. Yəni imperator Əkbər, yəni ki, dövlət imperiyaya çevirdi. Ən etibarlı adamları verginin yığılmasını, yəni hansı ki, hərbçilər cagirdarlara tapşırmışdı. Hansı ki, onlara şəhər torpaq verilirdi. Cagir şərt idi. Sonradan artıq yavaş-yavaş irsan keçməyə başlayır. Bu da dövləti zəifləyir. Cagirlər deyə yığdığı vergi torpaq sahibləri muzlu qoşun saxlayır. Yəni cagirdarlar hansı ki, bunlara torpaq verir, torpaq qoşun saxlayır və döyüş fillər dəstəsi saxlamalı idi. Və Əkbər düzdür. Bu bayaq dediyimiz kimi Benqaliya, Qucarat, Kəşmiri tutur, Şimali Hindistanı tabe edir. Amma bütün Hindistanı desək təsirli. Bütün Hindistanı tabe edən Əkbərin varisləridir. Bunu yadımızda salır. Əkbər deyil. Aydındır. Məsələn, Dehlidə Əladdin Xələz bütün Hindistanı tabe edir. Dehlidən götürən hökmdar Əladdin Xələz, Moğollarda Əkbər. Amma fərqli cəhət. Əkbər bütün Hindistanı tabe edir və Əkbərin varisləri. Amma deyir, cadigərlər bayaq dediyimiz kimi cagir şərti idi, amma yavaş-yavaş irsi sahiblərə çevrilməyə başlayır. Bu da təbii ki, mərkəzi hakimiyyəti zəifləyir. Aydındır və 18-ci əsrdə dağılmağa başlayır. Rəsmi olaraq Moğol dövlətinin süqutu Sipahilər üsyanından sonra, yəni 1858-59 bu dönəmdə artıq süqut edir. Bunu da yadımıza saxlayaq. Deməli, baxaq. Əkbər həm də məsələn bu Baburdan fərqli olaraq həm də özünü müctəhid, yəni dini rəhbər elan edir. 1575-ci ildə o ibadətxana yaradır. Və ibadətxanalarda dini və dünyəvi hakimiyyət, yəni şah və imam hakimiyyətinin vahidliyinə can atır. Elə burada da buna nail olur. Deməli, Əkbər həm də dini və dünyəvi işlər üzrə, məsələn, Səfəvilərdə də dünyəvi işlər üzrə şəxs şah idi, burada da. Deməli, Əkbər ibadətxana nə vaxt yaranır? 1570. Əkbər nə var? Vahid ölçü çəki pul sistemi, vahid qanunlar. Əkbər Babur kimi Səfəvi Osmanlı fərqli olaraq Osmanlı və Portuqal ilə əlaqə qurur. Bunu da yadında saxladıq. Və dediyimiz kimi, Dehli, deməli, Moğol dövləti 18-ci əsrin ortalarında artıq bir sıra dövlətlərə parçalanmışdı. Burada Marat var, bir sıra dövlətlər müstəqil olur. Və Nadir də məsələn 1739-da Nadir də dedik bu Moğolları məğlub edir. Karnal döyüşü. Deməli, gəlin yada salaq Hindistana hücum edən dövlətlər və yaxud da hökmdarlar. Əhəmənilər birinci dara. Makedoniya İskəndər, amma bütün Hindistan yox, Hind sayısallar. Ümumiyyətlə, yadında salıq asor söz deyim yoldaşlar. Hindistana hücum edən hökmdarlar şimal-qərbi daha sonra hücuma keçir. Bunlar kimdir? Birinci dara Makedoniya İskəndər deyə bilmədi. Hind sayısallar. Kimdir? Məsələn, Axunlar Mihraqulu şimal-qərbi Hindistan. Kimdir? Ərəblər 712 Məhəmməd ibn Qasım 2 əmiri yaradırlar. Mənsurə və Multan. Sonra kim götürək? Qəznəvilər 1026-cı ildən. Sonra götürdük hara? Götürdük məsələn elə bu düzdür. Hindistan özünə dövlət yaratmışdı. Bu Qütbəddin Aybək öz yerində. Hindistana hücuma keçən xaricdən elə Nadir. 1739 Karnal döyüşü dedik. Moğol dövləti Nadir Şahın aslını qəbul elədi. Amma Nadirin ölümündən sonra deyir imperiya dağıldı. Bunlardan biri də məsələn Əfqan dövlətidir. Əhməd Şah Durrani. Bunu da yadında saxlayaq. Əfqan dövləti. Və deməli, bu dövrdə Moğol dövlətinin yavaş-yavaş Əfqanlar şimal tutmağa başladılar. Maraq dövləti də Moğolların müdafiəsinə qalxır. Bu Əfqanlarla Maraqlar arasında hansı ki
Bu Moğol dövlətinin zəifləmə səsi yaranan dövlət idi. 1761-ci Panipat döyüşü baş verdi. Maraqlar məğlubiyyətə uğradı. Moğol dövlətinin dağılması. Amma rəsmi şəkildə dövlətin süqutu bir də deyirəm 1857-59 sonuncu hökmdar Bahadırdır. Sipahilər üsyanı ingilislərə qarşı baş verir və bu üsyanın yatırılmasından sonra da elə üsyan keçmə 1858-ci ildə Moğol dövləti rəsmi olaraq süqut edir. Və Moğollarda məsələn Əkbərdən sonra Cahanşah var, Cahangirşah var, Cahanşah var və Cahanşahın dövründə də deməli möhtəşəm tikililərdən biri təbii ki, dünyanın bəzən 7 möcüzəsi deyilir. Buna Tac Mahal öz xanımı Banu bəyin şərəfinə inşa etdirmişdi. Tac Mahal abidəsi deməli ucaldılmışdı. Deməli burada baxaq başqa Moğollara, Hindistana gələnlər. Məsələn bu dövrdə Avropalılar hərbi ekspedisiya göndərirlər və Hindistana gələn ilk Avropalılar Portuqaliyalılardır. Amma sonradan bura Hollandlar, Fransızlar, İngilislər də maraq göstərir. Xüsusən də İngiltərənin Austin şirkəti, məsələn İngiltərə Hindistan işğalına başlayır 1757 Plessey döyüşü ilə, 1849 Pəncab və sonradan da Alt knyazlığının tabe edilməsindən 56-cı ildə İngiltərə Hindistan işğalını başa çatdırır. Və həmçinin də burada Hind knyazlarını güzəştə deyir, məsələn deyilən Austin şirkəti burada sizə pul zərb etmək, silahlar saxlamaq hüquq əldə edir. Bu da məsələn 1774 müqaviləsini göstərir, burada vermir. Sonra Hindistanda nüfuz dairəsi uğrunda mübarizə 7 illik müharibə var. İngiltərə, Fransa arasında bəzən buna 2-ci yüzillik müharibənin gedişinə baş verən müharibə deyilir. 56-63 burada fransızlar məğlub olur. İngiltərə, Kanada və Benqaliyanı ələ keçirir. Bax bu da Moğol dövləti mövzusu. Deməli, inanıram ki, məsələn bu dərsi Moğol dövlətini yaxşı başa düşdük. Moğol Dehlidən fərqli olaraq mərkəzləşmiş dövlətdir, paytaxt Aqradır. Dövlət yaratıb Babur Panipatdan sonra 2 Panipat döyüş bildi. 2-ci Panipat 1761 Əfqanlar maraqları məğlub edir. Moğollar şəhər torpaq Cagirdir. Moğolları imperiyası edən Əkbərdir. Cizyəni ləğv edən Baburdur. Sonra Əkbər bütün Hindistanı yox, Əkbərin varisləri bütün Hindistanı tabe edir. Və deməli Moğol dövlət Səfəvilərin Osmanlılarla diplomatik əlaqə, Özbəklərlə, Portuqaliyalarla, Hindistana gələn ilk Avropalılar Portuqaliyalar olur. İnanıram ki, dərsi tam olaraq başa düşdük. Hind knyazlarına, Sufi şeyxlərə verilən torpaqlar soyurqal və ya mülk adlanır. Deməli, daha doğrusu Sufi şeyxlərə, müsəlman ruhanilərə. Hind knyazlarının şəxsi mülkü isə adlanır zəmindarlıq. Amma Dehlidə zəmindar şəxsli iqta sahibidir. Amma burada zəmindarlıq torpaqdır. İnanıram, dərsi başa düşdük və bu dərslərin sizə böyük bir faydası olacaq. Çox sağ olun, özünüzə yaxşı baxın.